Salam, növbəti sertifikasiya sualına baxırıq. Bərabər mol sayda XNO3 və YNO3 məhallar verilib. Deməli, XNO3 və YNO3. Məhalların üzərinə 1,5 mol kalium xloridi əlavə edildikdə tam sərf olunur. XNO3-ün kütləsi artır və ağ rəngli Y xlorid çöküntüsü əmələ gəlir. Deməli, kalium xlorid, YNO3. Deməli, buradan alıram Y xlorid çöküntüsünü və yerdə nə qalır? Kalium nitrat. İndi deyir ki, XNO3-ün kütləsi artır. XNO3-ün kütləsi bizdə niyə artar? Bax, sonda kalium NO3 alırıq da. Deməli, buradan belə bir nəticəyə gələ bilərik ki, XNO3-ün özü də kalium NO3-dür ki, kalium NO3-ün əmələ gəlməsi ilə XNO3-ün kütləsi artır. İndi XNO3-ün molu nə qədərdir deyir. Reaksiya görürük 1-in 1-ə nisbətində. İkinci reaksiyamız 1-in 1-ə nisbətində gedir və 1,5 mol kalium xlorid götürüblər. 1-ə 1-dirsə 1,5-ə də 1,5 mol YNO3 götürmüş olarıq. Və bərabər mol sayda XNO3 ilə YNO3 götürüldüyü üçün YNO3 1,5-dirsə, onda 1,5 mol da XNO3-dür. İndi 1,5 mol YNO3-dən də biz elə 1,5 mol kalium nitrat almış olarıq. Sonda XNO3-ün molu nə qədərdir deyir. Bax, əvvəlki XNO3 dedik ki, kalium nitratdır elə və sonda alınan da 1,5-dir kalium nitrat. İkisi birlikdə bizə verəcək 3 molu.